chat bölməsinə yazsın, problemi aradan qaldıraq. Belə, bir daha hər birinizi salamlayıram, xoş gördük bir daha. Əgər xatırlayırsınızsa, keçən dərsimizdə, keçən webinarımızda biz Aspire platforması ilə sizinlə tanış olmuşduq və bu platformada məntiq dərslərindən bağlı sizə çox maraqlı bir məlumatlar ötürmüşdük, hansı ki, məntiqə aid, məntiq dərsləri ilə bağlı videoları izləyib, onun ardınca həmin videolarda əks olunmuş məlumatdan istifadə edərək müxtəlif tapşırıqlar həll etmək imkanını sizə təqdim etmişdik. Bugün yenə də biz işimizi Aspire platforması ilə davam edəcəyik. Məhz Könül xanımın qeyd etdiyi o çətin bir situasiyanı aradan qaldırmaq üçün, o situasiyadan çıxış yolunu biz məhz bu platformada tapa bilərik. İndi mən yenidən ekran paylaşımı edəcəm və biz yenidən həmin o Aspire platformasına daxil olacağıq və o cümlədən bu platformaya həm müəllim, həm də şagird qismində daxil olma qaydasına baxacağıq. Necə edək ki, orada virtual sinif otağı yaradaq və şagirdləri bu siniflərə yığaq, onlara tapşırıqlar yönəldək, eyni zamanda həmin tapşırıqların nəticələrini izləyək. Gəlin bununla bir daha tanış olaq. İndi mən ekran paylaşımı edəcəm. Ümid edirəm ki, ekranımı hər kəs görəcək. Ekranımı paylaşdım. Əgər hər kəs görürsə, zəhmət olmasa chatda da mənə qeyd etsinlər. Könül xanım, eşidirsinizsə? Görünmür təəssüf ki, artıq eşidirəm, amma yenə görürlər. Bəli, eşidirəm artıq. Ekran paylaşımı etmişəm. Hal-hazırda rəqəmsal məktəb platformasını açmışam. Görünürmü? Görünür deyirlər, amma mən yenə görmürəm. Bilmirəm, problem məndə nə ilə bağlıdır. Buyurun siz, davam edin. Görünür. Əgər görünür yazırlarsa, deməli başlaya bilərəm. Bəli. Uşaqlar, bu gördüyünüz hal-hazırda rəqəmsal məktəb platformasıdır. Artıq bura daxil olmağı hər kəs bilir. Rəqəmsal məktəb yazaraq hər kəs öz UTIS kodunu və şifrəsini daxil edərək bura daxil olur. O cümlədən müəllimlər də müxtəlif üsullarla bu platformaya daxil ola bilərlər. Hal-hazırda uşaqlar və müəllimlər daha doğrusu, biz bura, daha doğrusu mən müəllim kimi daxil olmuşam. Və müəllim kimi daxil olduqdan sonra tətbiqlər bölməsindən Aspire platformasını görürsünüz adını və bu platformaya keçid edirəm. Platformaya keçid etdikdən sonra qarşımızda platformanın interfeysi açılır. Və fikir versəniz, yuxarı sağ küncdə mən öz adımı görürəm. Bu artıq o deməkdir ki, öz platformama daxil olmuşam. Yuxarı küncdə gördüyünüz kimi sinif otaqları yazısı var. Sinif otaqlarına vurduqda, hal-hazırda bu proses sırf müəllimlərə aiddir. Az sonra isə şagirdlər üçün də bu prosesi necə edəcəklərini deyəcəm. Sinif otaqlarına vurduqda mən burada mənim sinif otaqlarım siyahısını görürəm. Hal-hazırda mənim burada bir sinifim var. Aktiv siniflər siyahısında 5A sinifidir və bunu mən yoxlama məqsədi ilə yaratmışdım. Bu sinifdə görürsünüz şagirdlərin sayı 1 nəfər yazılıb. Bəs mən burada yeni sinif necə yarada bilərəm? Yeni sinif yaratmaq üçün fikir verin, sağ tərəfdə sinif otağı yaradın düyməsi var. Bu düyməyə klikləyirəm və gördüyünüz bu pəncərə açılır. Bu pəncərədə ilk növbədə yaradacağım sinifin adını qeyd edirəm. Məsələn, deyək ki, 6B sinifi. Kurikulumu seçirəm. Təbii ki, biz Azərbaycan kurikulumunu seçəcəyik. Kateqoriyanı seçirəm. Kateqoriya bölməsində, əziz müəllimlər, 3 bölmə görəcəksiniz. Burada ingilis dili, Azərbaycan dili və rəqəmsal riyaziyyat düşərgəsi var. Nəyə görə məhz bu 3 bölmə? Bilirsiniz ki, bu platforma hələ inkişaf mərhələsindədir və bu platformada hələlik bu 3 fənni əhatə edən videolar və tapşırıqlar mövcuddur. Ona görə biz bu 3 bölmədən birini seçə bilərik. Yəni, yaradacağımız sinifə, daha doğrusu, bu 3 fənni əhatə edən, bu 3 fənnə aid olan mövzular və ev tapşırıqları və testlər verə bilərik. Gəlin elə rəqəmsal riyaziyyat düşərgəsini seçək.
Daha sonra burada kurs açılır. Biz bu kursda görürsünüz ki, riyaziyyatla bağlı platformada 5, 6, 7-ci sinifləri əhatə edən mövzuları uyğun video dərslər var. O cümlədən tapşırıq modelləri var. Bununla yanaşı, əgər xatırlayırsınızsa, ötən dəfəki dərsimizdə məntiq olimpiadalarına hazırlıq məqsədi ilə bizim öyrəndiyimiz video dərslər də var. İstəyirsiniz elə gəlin elə məntiq olimpiadaların üzərindən gedək. Seçirəm məntiq olimpiadalarına hazırlıq. Qeyd etdiyim kimi digərlərini də seçə bilərəm. Riyaziyyat 5-ci sinif və ya 6-cı sinif. Ya da istəyirsiniz elə biz 6-cı B sinifi yaratdığımıza görə gəlin elə riyaziyyat 6-cı sinifi seçək. Və daha sonra fikir versəz 9-cu sinifə qədər bizim burada mövzularımız var. Sinif otağı yaradın düyməsinə son anda toxunuram. Beləliklə, fikir versəniz, artıq mənim sinif otaqlarım köşəsində yeni bir sinifim yarandı. Bu 6B sinifidir. Amma içində hələ ki şagirdlərin sayı 0-a bərabərdir. İndi biz bu sinifə şagirdləri daxil etməliyik. Bəs bunu necə edəcəyik? İndi diqqətiniz məndə olsun, bu sualın cavabını tapaq. Sinifə daxil olmaq üçün daxil olun düyməsinə vururam. Və fikir versəniz, artıq sinifdə hələ ki heç bir şagird yoxdur. Şagirdləri, uşaqlar daxil etmək üçün, ümumiyyətlə müəllimlər bu sinifə şagirdləri daxil etməyin müxtəlif yolları vardır. Birinci növbədə şagirdləri köçür düyməsindən istifadə edə bilərik, bura yarada bilərik və yaxud da ən asan yolu, görürsünüz burada küncdə QR kodumuz var. Bu QR kodu yüklüyüb uşaqlara göndərə bilərik. Uşaqlar bu QR kodu skan edərək sinifə daxil olacaqlar və daxil olan zaman yenə də onlarda UTIS və şifrə istəniləcək, hansı ki, bu onlara hər dəfə rəqəmsal platformaya daxil olarkən istifadə etdikləri datalardır. Digər bir üsulu isə uşaqlar, burada gördüyünüz kimi, bax, kod var. Bu kodu kopyalayırsınız. Daha sonra bu kodu şagird kimi daxil olduqda həmin koddan istifadə edirik və birbaşa sinif otağına daxil oluruq. Hal-hazırda mən kodla daxil olacağam. Kodu buradan kopyaladım. Bu pəncərəni bağlayıram və şagird kimi daxil olduqda həmin o kodu lazım olan yerə daxil edəcəyəm. Amma hələlik şagird kimi daxil olmağa keçməzdən əvvəl gəlin müəllim platformasında verilmiş digər funksiyalarla da tanış olaq. Fikir versəz uşaqlar, burada yaratdığım bu sinifin daxilində mən həm ev tapşırığı verə bilərəm uşaqlara, həm də testlər verə bilərəm. Hörmətli müəllimlər, gəlin görək ev tapşırığını necə verə bilərik? Ev tapşırığı bölməsinə daxil oluram və fikir versəniz, yeni ev tapşırığını əlavə edin düyməsi var. Həmin düyməyə klikləyirəm. Qarşımda açılan paneldə bir-bir lazım olan məlumatları doldururam. Məsələn, birincisi, burada ev tapşırığının detallarını əlavə edin rubrikası var. Hansı ki, mən bura ev tapşırığının başlığını yazacağam. Başlığı isə biz aşağı bölmədə fikir versəniz, modullar üzrə keçirilən bütün mövzuların adları vardır. Həmin adlardan birini oraya daxil edə bilərəm. Təbii ki, mənim mövzum hansıdırsa, həmin dərsin mövzusunu seçəcəyəm. Tutaq ki, kəsirlərin və qarışıq ədədlərin vurulması dərsini uşaqlara ev tapşırığı kimi vermək istəyirəm. Bu dərsin adını buradan kopyalayıb, başlıq kimi buraya əlavə edirəm. Bundan sonra həmin tapşırığın yerinə yetirilməsi üçün mən bitmə tarixi təyin etməliyəm. Bugün ayın 24-düdür. Tutaq ki, ayın 25-nə qədər bir gün uşaqlara bu tapşırığı yerinə yetirmək üçün vaxt verirəm. Vaxtı təyin edəndən sonra açıqlama bölməsində uşaqların diqqətini cəlb edə biləcək, onların nəzərlərini harasa yönəltməsinə çalışacaq müəyyən bir qeydlər əlavə edə bilərəm. Və yaxud, məsələn, yaza bilərəm ki, diqqətli olun. Diqqətli olun. Videonu tam izlədikdən sonra tapşırığı yerinə yetirin. Bu bir qeyddir. Uşaqlar üçün bunu qeyd edirəm.
Daha sonra isə aşağıda burada cəhd sayı var. Ola bilər ki, mən burada hal-hazırda 1 yazılıb, yəni şagird yalnız bir dəfə bu tapşırığı yerinə yetirə bilər. Müəllim bunu artırıb cəhdlərin sayını daha çox qoya bilər. Yəni uşaqlara təkrar tapşırığı işləmək üçün cəhdlər verə bilər. Bu müəllimin seçimindən asılıdır. Daha sonra növbəti yan paneldə yazılıb ki, videonu izləmədən test hissəsinə keçin. Uşaqlar, o cümlədən müəllimlər, bu yerdə diqqətinizə çatdırmaq istəyirəm ki, hər bir tapşırığı uşaqlara yönəltdikdə birinci növbədə qarşımıza video çıxır. Həmin dərsin izahını verən, ətraflı izahı verən bir video. Ola bilər ki, şagird o videonu izləmədən birbaşa tapşırığa keçmək istəyirsə, o zaman biz bax bu qeyd olunan yerə bir işarə qoyuruq ki, yəni şagird videonu izləmədən də test hissəsinə keçid edə bilsin. Amma bu o demək deyil ki, şagird videonu izləyə bilməyəcək. Xeyr, videonu izləyəcək və istəyirsə izləmədən də tapşırığa keçid edə biləcək. Daha sonra isə burada bitirmə tarixindən sonra təqdim etməyə icazə. Yəni, bu o deməkdir ki, mən əgər uşaqlara bitirmə tarixi ayın 25-inə qoymuşamsa, bunu aktivləşdirməklə mən demək istəyirəm ki, ay uşaqlar, yəni bitmə tarixi 25-i olsa da, siz bu tapşırığı növbəti günlərdə də yerinə yetirib təhvil verə bilərsiniz. Sonuncu qeyd isə şagirdlərin doğru və ya yanlış cavablarını görməsi. Əgər mən bu qeydi aktivləşdirsəm, bu o deməkdir ki, şagird işlədiyi tapşırıqların doğru və yanlış cavablarını özü görəcək. Əks təqdirdə isə ona bu cavablar gəlməyəcək. Hal-hazırda mən onu aktivləşdirirəm. İstəyirəm ki, şagird verdiyi cavabların doğru və ya yanlış olduğunu görsün. Bu etapdan sonra isə artıq mən mövzumu seçmişdim. Mövzumu kəsrlərin və qarışıq ədədlərin vurulması idi. Həmin mövzunu buradan da aktivləşdirirəm. Daha sonra isə ən aşağıda təqdim etmək düyməsini vururam. Artıq ev tapşırığı yaradıldı və sinifə yönləndirildi. İstəsəniz bunu daxil olub təkrar baxa bilərik. Bunun üçün yenidən ev tapşırığı bölməsinə keçirik. Görürsünüzmü? Artıq burada sinifə göndərdiyim tapşırıq öz əksini tapmışdır. Biz burada tapşırığın adını, bitmə vaxtını görürük. Həmçinin burada vizuallaşdırmaq bölməsi düzdür. İndi biz bura daxil olsaq heç bir şey görməyəcəyik. Uşaqlar işlədikdən sonra vizuallaşdırma bölməsi bizə tam nəticələri bir üzə verəcək. Aşağıda isə gördüyünüz bu rəqəmlər tapşırığı yerinə yetirən şagirdlərin sayını göstərir. Hələ ki, burada 0 yazılıb, çünki hələ ki, bu tapşırığı yerinə yetirən yoxdur. İndi gəlin keçək testlər bölməsinə. Testlər bölməsində isə biz burada yeni test əlavə edə bilərik. Seçdiyimiz mövzu ilə bağlı uşaqlara testlər verə bilərik. Bunun üçün yeni test əlavə edin düyməsinə toxunuruq. Göründüyü kimi qarşımızda bax belə bir panel açılır. Burada testi özümüz yazacağıq. Yəni sualı klaviaturadan buraya daxil edəcəksiniz və həmin sualın cavablarını isə aşağıda gördüyünüz kimi A, B, C, D və E variantlarında cavab variantlarını yazacaqsınız. Hansı variant doğru cavab hesab olunursa, həmin variantı bax bu cür qeyd etməklə düzgün cavabın hansının olduğunu işarələyəcəksiniz. Və bu qayda ilə biz test tərtib edirik. Əgər sizə testiniz neçə sualdan ibarət olmasından asılı olmayaraq, hər dəfə burada sual əlavə edin düyməsinə basdıqda yeni bir panel açılacaq və siz ikinci sualınızı da buraya yazacaqsınız. Əgər yazdığınız sualı təsadüfən, yəni fikrinizdən dönmüsünüz, sualı yenidən silmək istəyirsinizsə, gördüyünüz kimi bax bu panelin küncündə belə bir zibil qutusu var. Zibil qutusuna toxunmaqla yaratdığınız sualı silib yenidən bir ayrısını yarada bilərsiniz və yaxud da sualların sayını azalda bilərsiniz. Gəlin elə nümunə üçün sadə bir sualı yaradaq. Hansı ki, sadəcə orada, məsələn, ən sadə bir sual, sadəcə testin səhifəyə necə oturmasını izləmək üçün. Tutaq ki, 2 üstəgəl 3 bərabərdir. Sual cavab variantlarında qeyd edirik. Məsəl üçün 3, 4, 5, 6 və 7. Sadə bir şey yazırıq. Yəni testin işləmə mexanizmini sizə göstərmək üçün və ya
tapşırıq olaraq sinifə necə yerləşdirəcəyinə baxmaq üçün. Bir sualdan ibarət belə bir test yaradıram və testi yaradın düyməsinə toxunuram. Artıq yaratdığım test sinifə, bir dəqiqə burada ev tapşırığının mövzusunu daxil etməliyik. Deməli, sinifi qeyd edirik, hansı sinifdədir. Mütləq yenə də burada müddəti yazmalı. Gəlin 60 dəqiqəni də qeyd eləyək. Paylaşım tarixi bugündür. Bugünkü tarix paylaşmışıq. Testi seçmək üçün elə testi. Bunları da daxil edəndən sonra testi yaradın düyməsinə vururuq. Artıq testimiz uğurla yaradıldı. İndi gəlin yoxlayaq görək test bizim sinifimizin səhifəsinə oturubmu? Daxil oluruq və görürük ki, bəli, burada test var və artıq bu 24.08.2026-cı il tarixində bu başlayıb. Testin detallarına baxmaq, yəni daha ətraflı görmək üçün testə vurduqda burada test haqqında məlumatı da görürük. Hətta düzgün cavabın hansı olduğunu da artıq görürük burada. Çünki bu müəllim platformasıdır. Təbii ki, şagird bunu işlədikdən sonra görəcək. Mənə elə gəlir ki, bu haqda yəni kifayət edər sizə. Necə sinifin yaratdıq, sinifə ev tapşırığını verdik, daha sonra test tərtib etdik, sinifə yönəltdik. İndi gəldik əsas məsələ, bəs necə edək ki, bu testi və ev tapşırığını şagirdlər işləsinlər. Əvvəlcə biz şagirdləri siniflərə daxil etməliyik. Bir daha sizin yadınıza salım. Şagirdləri sinifə daxil etmək üçün, hörmətli müəllimlər, gördüyünüz bax bu panelin sağ tərəfində QR kod var. Biz ya bu QR kodu yükləyib uşaqlara göndərə bilərik və yaxud da gördüyünüz bax bu sağ tərəfdəki kodu buradan kopyalayırıq. Daha sonra isə virtual məktəbə, daha doğrusu rəqəmsal məktəb platformasına şagird kimi daxil olacağıq və həmin kodu oraya yerləşdirəcəyik. İndi mən rəqəmsal məktəb platformasını müəllim kimi tərk edirəm. İndi isə mən buraya şagird kimi daxil olacağam. Platformadan tamamilə çıxıram. Yenidən daxil oluram. Bu dəfə şagird qismində daxil olacağam. Həmişəki kimi bura student mailinizi və şifrənizi daxil edirsiniz və davam et düyməsinə vurursunuz. Artıq mən fikir versəniz, şagird qismində platformaya daxil olmuşam. Bu yerdə bir məlumatı yadınıza salın. Uşaqlar, əgər ola bilər ki, siz şagird kimi platformaya daxil olanda tətbiqlər bölməsində Aspire platformasının aktiv olmadığını görə bilərsiniz. Əgər belə bir hal sizin qarşınıza çıxarsa, o zaman dərhal valideyninizə müraciət edirsiniz. Valideyniniz öz adından rəqəmsal məktəb platformasına daxil olaraq, orada icazələr bölməsindən sizin bu platformada istifadə edəcəyinizi aktivləşdirməlidir. İndi isə gəlin uşaqlar Aspire platformasına keçid edək. Artıq mən şagird kimi platformaya daxil olmuşam. Fikir verin, yuxarıda Paşa Məmmədov yazılıb və onun bax bu butonuna toxunduqda sinifə yazıl düyməsi var. Sinifə yazıl düyməsinə vururam. Əgər xatırlayırsınızsa, biz bayaqları kodu kopyalayıb götürmüşdük. İndi həmin kodu buraya sağ düymənin köməyi ilə daxil edirəm. Kodu daxil etdikdən sonra görürsünüz, avtomatik sinifin indeksi çıxdı burada 6B və sinifə yazıl düyməsinə vururam. Artıq fikir verin, mən 6B sinifinə daxil oldum. Və buradan sinifə daxil ol düyməsinə vururam. Müəllimimin mənim üçün göndərdiyi tapşırığı burada görürəm. Yadınızdadırsa, müəllim kimi mən uşaqlara kəsirlərin və qarışıq ədədlərin vurulması dərsini vermişdim. Bunun üçün, bax, burada başlanğıc düyməsi var. Başlanğıc düyməsinə vururam və müəllimin mənə göndərdiyi videonu izləyirəm. Videonu tam izlədikdən sonra gəlin videonun sonuna baxaq.
Platformanın təqdim etdiyi, baxın, burada təsdiq edirik ki, bəli, mən videonu izlədim. Bunu təsdiq edəndən sonra həmin mövzu ilə bağlı mənim qarşıma test tapşırığı çıxır. Hansı ki, bu test tapşırığı məhz platformanın təqdim etdiyi tapşırıqdır. Şagird bu tapşırığı işləyir. Məsələn, gəlin elə nə gözəyarı olaraq mən müəyyən variantları seçərək keçirəm. Sizə əsas məqsədim nəticəni göstərməkdir. Təbii ki, siz bunların hamısını videonu izlədikdən sonra bir-bir işləyəcəksiniz, tətbiq edəcəksiniz. Burada qeyd edim ki, 13, 14, cəmi 15 sual var və variantları seçdikdən sonra cavabı təqdim edirsiniz. Burada fikir versəniz, artıq avtomatik mənim qarşımda mənim cavablandırdığım sualların düzgün və ya səhv olduğu görünür. Həmçinin uşaqlar, fikir versəniz, burada bir müsbət xüsusiyyət də odur ki, istər düz, istər də səhv seçdiyiniz hər bir cavabın sizə burada izahı təqdim olunur. Siz bu izahlara diqqətlə baxıb, yenidən bu testi bir daha işləyərək özünüzü təkrar yoxlaya bilərsiniz. Həm də onu da qeyd edeyim ki, əziz müəllimlər, şagirdin məhz bu cavabların düzgün və ya səhv olduğunu görməsi, əgər xatırlayırsınızsa, sizin müəllim kimi daxil olduqda sinifə ev tapşırığı verərkən, orada şagirdin bu xüsusiyyətdən, yəni bu səlahiyyətdən istifadə etməsini aktivləşdirmişdiniz. Məhz ona görə şagird özünün düzgün və səhv cavablarını görür. Bundan sonra şagird yenidən sinifə qayıdır. İndi isə keçir testlər bölməsinə, hansı ki, bu bölmədə məhz müəllimin özü tərəfindən onun üçün yaratdığı testi işləyəcək. Burada isə başlanğıc düyməsinə vurur və yadınızdadırsa mən sadə bir sual qeyd eləmişdim. Buradan uyğun cavabı seçir və müəllimə təqdim edir. Avtomatik sizə yazdığı sualın cavabı da yuxarı paneldə göründü. Beləliklə, şagird kimi mən sinifə daxil oldum. Müəllimin mənə ünvanladığı bütün tapşırıqları yerinə yetirdim. İndi isə gəlin, keçək yenidən rəqəmsal məktəb platformasına, yenidən müəllim kimi daxil olaq və şagirdin bizə göndərdiyi cavabların nəticələrini izləyək. Mən qayıdıram platformaya, yenidən müəllim kimi daxil oluram. Artıq mən platformadayam, tətbiqlər bölməsinə keçirəm, Aspire platformasına keçid edirəm, gəldim platformaya. Burada isə yenidən gəlirəm öz sinif otaqlarıma. Fikir verin, müəllimlər, bayaqlar bizim burada şagirdimiz yox idi. İndi isə artıq bir nəfər şagirdimiz var 6B sinifində. Həm də onu da qeyd edeyim ki, ola bilər ki, sizin bir neçə sinifiniz ola bilər və siz hər bir sinif üçün burada sinif otaqları yarada bilərsiniz. Məsələn, əgər fən müəllimi olaraq siz həm 5-ci sinifdə, həm 6, həm 7, həm 8-ci sinifdə tədris edirsinizsə, həmin sayda burada siniflər yaradıb, həmin siniflərə uşaqları daxil etməklə onlara müvafiq ev tapşırıqları və ya testlər tərtib edib verə bilərsiniz. İndi gəlin nəticələrə baxaq. Sinifə daxil oluram. Artıq mən burada şagirdimi görürəm, Paşa Məmmədov. Yəni, bu şagirdin sayı hal-hazırda bir nəfərdir. Təbii ki, sizin sinifinizin şagirdləri daha çox olacaq. Və burada ev tapşırığı bölməsinə keçirəm. Burada vizuallaşdırma, artıq bir nəfərin tapşırığı işlədiyini görürəm. Vizuallaşdırma bölməsinə daxil olduqda isə mən həmin tapşırıq üzrə nəticələrə baxa bilirəm. Yəni, fikir verirsinizsə, burada iştirakçı cavab verənlərin sayı, həmin insanı, məsələn, Paşa Məmmədov tapşırığı tamamlayıb, 4 doğru cavabı var, 11 yanlış cavabı var, cavabsız qoymadığı sual yoxdur və ümumi balı 27 bal təşkil edir. Bu, görürsünüzmü, müəllimlər üçün necə rahatdır. Müəllim
Yəni heç bir əziyyət çəkmədən ev tapşırığını çox rahatlıqla və bu cür detallarla şagirdlərdən geri ala bilər. Bu həm də müəllimin vaxtına qənaət etməsinə səbəb ola bilər. Bu qayda ilə siz bu siyahıda bütün şagirdlərin bax bu formada hər birinin nəticəsini izləyə biləcəksiniz. O cümlədən yuxarıda isə ümumilikdə sinif üzrə verilmiş tapşırığın orta qiyməti, həmçinin digər diaqramda isə şagirdlərin bu tapşırığı yerinə yetirib yetirməmələri ilə bağlı sizə nəticələr təqdim olunacaqdır. Eyni qaydada biz test üzrə də yerinə yetirilmiş, məsələn, burada gözləmədə bölməsinə daxil olsaq, nəticələr, üzr istəyirəm, nəticələri buradan seçirik. 6B sinfi və 6B sinfi üzrə bir nəfər şagirdimiz testi işləyibdir. Onu da vizuallaşdırmaq istəsək əgər, vizuallaşdırma bölməsində həmin şagirdin testi neçə dəqiqəyə işləyib, cəhdlərinin sayı, və sair haqqında ətraflı məlumatı da əldə edə bilərsiniz. Ümid edirəm ki, bu görüş sizin üçün çox faydalı oldu. Xüsusilə də müəllimlər üçün, həmçinin də şagirdlər üçün. Adətən şagirdlər evdə dəftərdən və ya kitabdan istifadə edərək ev tapşırıqlarını yerinə yetirirlər. Bu isə onlar üçün bir fərqli məkan olacaq. Yəni, fərqli məkanda, bu formada tapşırığı yerinə yetirmək onların mənə elə gəlir ki, çox marağına səbəb ola biləcək. O cümlədən müəllimlər üçün də bu cür virtual sinif otaqları yaratmaqla həm də şagirdlərin marağına səbəb olacaq, öz işlərini də rahat və tez bir zamanda yerinə yetirəcəklər. Könül müəllimə, buyurun. Əgər suallarınız varsa, chat bölməsinə yaza bilərsiniz. Bu portalla bağlı, virtual sinif otaqları ilə bağlı hansısa suallarınız varsa, buyurun, chat bölməsinə yazın, sizin cavablandıraq. Çox sağ olun Vəfa xanım, çox ətraflı izah oldu. Fikrimcə hər şey aydın oldu, amma müəllimlərin sualları varsa buyura bilərlər. Zəhmət olmasa chat bölməsində yazın sualları. Təşəkkür edirlər, çox faydalı oldu. Müəllimlər üçün çox faydalı olacaq. Həqiqətən də bir müəllim kimi özüm də bu platformanın imkanlarından çox faydalanıram və əminəm ki, digər müəllimlər də istifadə edəcəklər. Eynilə, artıq müəllimlərdən sual gəlmirsə, fikrimcə bitirə bilərik. İbtidai siniflərdə yoxdurmu sualı verir müəllimin biri, Zərifə xanım. Hələlik ki, platforma işləmə mərhələsindədir. Qeyd olunan siniflər, yəni 5-11-ci sinifləri əhatə edir oradakı video dərslər. Fənn olaraq da hələlik məhdud fənlərdir. Yəni yalnız Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləridir. Təbii ki, yəqin ki, bu irəliləyən zamanda bu fənlərin sayı və siniflərin sayı da arta biləcək. Növbəti sualımız rəqəmsaldan daxil oluruq ya necə? Bəli, rəqəmsal platformadan daxil olursunuz. Həm müəllim kimi də, həm şagird kimi də rəqəmsal platformadan daxil olursunuz və daxil olma qaydalarını da yəqin bilirsiniz. Öncəki videolarımıza, webinarlarımızın videolarına baxaraq təkrar bir də yadınıza sala bilərsiniz. Bəli, dərs yaddaşda qalır. Dərs yaddaşda qalacaq, video rekordinq olunur. Rəqəmsal məktəb platformasının sosial şəbəkə ünvanlarında paylaşılacaq. Yəni, izləmədə qalın, bizi izləyin və mütəmadi məlumatlarla tanış olun. Bu hissədə qalmışsınız, Zərifə xanım, problem deyil. Onun ardıcıllığını videomuzu paylaşacağıq. Elə dərs bitən kimi video paylaşılacaq. Videoya baxaraq davam edə bilərsiniz. İbtidai siniflər üçün olacaqmı? Yenə müəllimə artıq izah elədi. Bəli, gözlənilir, hal-hazırda yoxdur. Canva izahı. Canva izahları artıq var. Bir neçə webinar olub Canva ilə bağlı. YouTube-da baxa bilərsiniz. İlk dərslərimizdə Canva izahı var. Bəli, Canva ilə bağlı çox maraqlı videolarımız olub, webinarlarımız olub. YouTube səhifəsində də yerləşdirilib. Siz YouTube səhifəsinə daxil olun, Rəqəmsal Məktəb platformasının. Orada bütün videoları görəcəksiniz.
Rəqəmsal məktəb platformasına inteqrasiya olunmuş bütün alətlərin orada istifadəsi ilə bağlı videolarımız var. Bəli. Növbəti vebinarımız isə Teams platformasının imkanları ilə bağlı olacaq avqustun 27-sində. Həmçinin bildiyimiz kimi Teams platforması bizim üçün çox vacibdir. Onlayn dərslərdə istifadə edirik. 27 avqustda qoşulmağı unutmayaq. Çox sağ olun Vəfə xanım. Artıq suallar bitdi fikrimcə. Çox sağ olun, minnətdaram. Bizimlə qalın, bizi izləməyə davam edin. Sağ olun. Sağ olun.